Bugün sizi nələr gözləyir? Hansı burçlar şanslı olacaq? Kimləri isə vacib qərarlar və gözlənilməz hadisələr gözləyir? Sevgi, pul, iş və ailə həyatı ilə bağlı bilməli olduğunuz ən maraqlı məqamları indi öyrənəcəksiniz. Öz burcunuzu seçin və bugünün sizin üçün hazırladığı mesajı sona qədər dinləyin. Ola bilsin ki, axtardığınız cavab məhz burada gizlənib. Koç burcu. Bugün özünə olan inamın daha da artır. Amma hər sözü düşündüyün kimi demək doğru olmaz. Elə insanlar olacaq ki, səni qəsdən əsəbləşdirmək istəyəcəklər. Onların oyununa qoşulma, sakit qalan günün sonunda qazanan tərəf olacaq. Pul məsələsində tələsmə. Çox sərfəli görünən bir təklif sonradan peşmançılıq yarada bilər. İndi səbr etmək gələcəkdə daha böyük qazanc gətirəcək. Ailən və yaxınların səndən diqqət gözləyirlər. Bəzən səmimi bir söz hər şeydən qiymətlidir. Əgər həyatında heç kim yoxdursa, maraqlı bir tanışlıq baş tuta bilər. Amma ilk təəssürata aldanma. Hər gülən insanın fikri yaxşı olmur. Münasibətdə olanlar isə xırda məsələləri böyütməsin. Bir anlıq əsəb uzun müddət davam edən soyuqluq yarada bilər. İşdə və ya təhsildə özünü göstərmək üçün gözəl imkan yaranacaq. Bu fürsəti kaçırma. Başladığın işi sona çatdırmaq sənə böyük inam verəcək. Başqaların nə dediyindən çox öz məqsədinə diqqət yetir. Bugün biraz dincəlməkdə vacibdir. Özünü həddindən artıq yorma. Açıq havada gəzmək, sevdiklərinlə vaxt keçirmək və beynini lazımsız fikirlərdən uzaqlaşdırmaq sənə yaxşı təsir edəcək. Unutma, bugün səni qiymətləndirməyən insanlar sabah fikirlərini dəyişə bilərlər. Öz dəyərini kiməsə sübut etməyə çalışma, sadəcə yoluna davam et. Ən gözəl cavab uğurun olacaq. Boğa burcu. Bugün hər şey planlaşdırdığın kimi getməyə bilər. Gözlənilməz dəyişikliklər olacaq, amma bu pis xəbər deyil. Bəzən həyat səni daha yaxşı bir yola yönəldir. Ən böyük səhvin hər şeydə tək özünü haqlı hesab etmək ola bilər. Biraz geri çəkilsən, daha çox qazanacaqsan. Pul məsələsində diqqətli ol. Lazımsız xərclər sonradan peşmanlıq yarada bilər. Kiminsə şirin sözlərinə aldanıb qərar vermə. Əvvəl düşün, sonra addım at. Ailən və yaxınların səndən biraz daha çox diqqət gözləyirlər. Səmimi bir söhbət uzun müddətdir davam edən narazılığı aradan qaldıra bilər. İlk addım atmaqdan çəkinmə. Bu zəiflik yox, böyüklük əlamətidir. Sevgi həyatında maraqlı anlar yaşana bilər. Əgər subaysan, diqqətini çəkən biri ilə tanış ola bilərsən. Amma tələsmə, əvvəl insanı tanı. Münasibətdə olanlar isə xırda söz söhbətləri böyütməsin. Kiçik bir jest münasibəti daha da möhkəmləndirəcək. İşdə səbrin və zəhmətin öz bəhrəsini verməyə başlayacaq. Kiminsə səni sınağa çəkməsi mümkündür. Özünü əsəbləşdirmə. Sakit davranış hamının hörmətini qazandıracaq. Bugün biraz dincəlmək də vacibdir. Özünü həddindən artıq yorma. Axşam ailənlə və ya sevdiyin insanlarla keçirdiyin vaxt sənə rahatlıq verəcək. Unutma, hər gecikmə uduzmaq deyil. Bəzən həyat səni ən doğru vaxtda hazırlayır. Səbirli ol, çünki gözlədiyindən daha gözəl xəbərlər yaxınlaşır. Əkizlər burcu. Bugün əhvalın ətrafındakı insanlara da təsir edəcək. Gülərüz olsan, hər şey daha asan görünəcək. Amma içində yığılan sözləri çox saxlama. Sənə narahat edən məsələni vaxtında həll etsən, sonradan peşman olmazsan. Pul məsələsində tələsmə. Hər təklif qazanc kimi görünə bilər. Amma hamısı sənə uyğun deyil. Xərclərini planla et. Bugün qənaət etdiyin pul yaxın günlərdə çox işinə yarayacaq. Köhnə bir məsələ yenidən gündəmə gələ bilər. Sevgi həyatında xoş sürprizlər mümkündür. Əgər subaysan, səni gülümsədən biri ilə tanış ola bilərsən. Amma hisslərinə görə tələsik qərar vermə. Münasibətdə olanlar isə bir-birinə daha çox vaxt ayırsın. Kiçik bir diqqət münasibəti daha da gözəlləşdirəcək. İşdə maraqlı fürsətlər yaranacaq. Ağlına gələn fikir başqalarının da diqqətini çəkəcək. Özünə inan, amma başqalarının fikirlərini də dinlə. Bəzən uğurun sırrı birlikdə düşünməkdə olur. Bugün sağlamlığına da fikir ver. Telefon və kompüter qarşısında uzun müddət qalma. Açıq havada gəzmək və biraz dincəlmək sənə yaxşı təsir edəcək. Axşam ailənlə və ya sevdiklərində keçirdiyin vaxt bütün yorğunluğunu azaldacaq. Unutma, bugün verdiyin qərarlar gələcəyinə təsir edəcək. Tələsmə, ağıllı hərəkət et. Gözlədiyin gözəl xəbərlər düşündüyündən daha yaxındır. Xərçəng burcu. Bugün hisslərin daha güclü olacaq.
Kiminsə dediyi bir söz səni düşündürə bilər. Amma hər şeyi ürəyinə salma. Bəzən insanlar pis niyyətlə danışmırlar. Sakit qalsan bir çox problemin qarşısını ala biləcəksən. Pul məsələsində ehtiyatlı davran. Lazımsız xərclər və ya tələsik verilən sözlər sonradan çətinlik yarada bilər. Ailəndən gələn bir məsləhət sənə böyük fayda verə bilər. Onu diqqətlə dinlə. Sevgi həyatında gözəl dəyişikliklər mümkündür. Əgər subaysan, səni anlayan biri ilə tanış ola bilərsən. Amma ilk gündən böyük ümidlər qurma. Münasibət olanlar isə hisslərini gizlətməsin. Səmimi söhbət aranızdakı bağları daha da gücləndirəcək. İşdə və ya təhsildə yeni məsuliyyətlər yarana bilər. Əvvəl çətin görünsə də bacarığın sayəsində hər şeyin öhdəsindən gələcəksən. Mübahisə etmək əvəzinə sakit davranmaq sana üstünlük qazandıracaq. Bugün sağlamlığına da fikir ver. Özünü çox yorma, vaxtında istirahət et. Açıq havada gəzmək və telefondan biraz uzaq qalmaq sana rahatlıq gətirəcək. Axşam ailənlə keçirdiyin vaxt bütün yorğunluğu azaldacaq. Unutma, xoşbəxtlik uzaqda deyil. Səni sevən və dəyər verən insanlar artıq yanındadır. Sadəcə onların sevgisini hiss etməyə çalış. Bugün bunun üçün ən uyğun gündür. Şir burcu. Bugün özünə olan inamın hamının diqqətini çəkəcək. Harada olursan ol, insanlar səni fark edəcəklər. Amma unutma, həqiqi güc yüksək səslə danışmaqda deyil, sakit və ağıllı davranmaqda gizlidir. Kimsə səni əsəbləşdirmək istəyə bilər, sakit qal, qazanan sən olacaqsan. Pul məsələsində diqqətli ol. Gözlənilməz bir xərc çıxa bilər, xüsusilə ev və ya sağlamlıqla bağlı məsələ əlavə pul tələb edə bilər. Lazımsız alış-verişdən uzaq durmaq daha doğru seçim olacaq. Sevgi həyatında xoş anlar yaşana bilər. Əgər subaysansa, maraqlı biri ilə tanış olmaq ehtimalın yüksəkdir. Amma yalnız şirin sözlərə aldanma. İnsan öz davranışı ilə tanınır. Münasibətdə olanlar isə bugün bir-birinə daha çox diqqət ayırsın. Səmimi söhbət aranızdakı sevgini daha da gücləndirəcək. İşdə özünü göstərmək üçün yaxşı fürsət yaranacaq. Fikirlərinə güvən, amma başqalarının sözünü də dinlə. Bugün verdiyin düzgün qərar gələcəkdə böyük uğurun başlanğıcı ola bilər. Sağlamlığını da unutma. Son günlər yığılan yorğunluq özünü hiss etdirə bilər. Vaxtında istirahət et, yaxşı yat və özünü həddindən artıq yorma. Axşam köhnə xatirələr yadına düşə bilər. Keçmişə ilişib qalma, o xatirələr sənə nə qədər gücləndiyini xatırlatmaq üçündür. Ən gözəl günlərin hələ qarşıdadır. Qız burcu. Bugün tələsmək əvəzinə sakit davranmaq sənə daha çox qazandıracaq. Ətrafındakı insanlar nə qədər tələsirsə, sən bir o qədər düşünərək addım at. Məhz bu davranışın səni səhvlərdən qoruyacaq. Pul məsələsində diqqətli ol. Gözlənilməz xərc və ya lazımsız alış-veriş ehtimalı var. Nəyisə almaq istəyəndə əvvəl özündən soruş. Doğrudan da buna ehtiyacın varmı? Əgər cavab dəqiq deyilsə, biraz gözlə. Sevgi həyatında sakit və xoş bir gün olacaq. Böyük mübahisələr görünmür. Əgər subaysansa, sənə maraq göstərən bir insanı indiyə qədər fərq etməmiş ola bilərsən. Münasibətdə olanlar isə bir-birinə daha çox diqqət göstərsin. Kiçik jestlər böyük xoşbəxtlik gətirəcək. İşdə zəhmətin boşa getməyəcək. Bugün gördüyün işlər gələcəkdə sənə yeni qapılar aça bilər. Heç bir işə kiçik hesab etmə. Böyük uğurlar məhz belə başlayır. Planlarında qəfil dəyişiklik ola bilər. Gözlənilməz bir görüş və ya yolculuq ailənlə keçirəcəyin vaxtı azalda bilər. Buna görə əsəbləşmə. Hər şey öz vaxtında yoluna düşəcək. Axşam dincəlməyə çalış, vaxtında yemək ye, özünü yorma və lazımsız fikirlərdən uzaq ol. Bugün ən doğru qərarı sana başqaları yox, öz ürəyin göstərəcək. Ona güvən. Tərazi burcu. Bugün qarşına vacib seçim çıxa bilər. Başqalarının dediyini etmək asandır. Amma ən doğru qərarı ürəyin göstərəcək. Sənə qiymətləndirməyən insanlar ola bilər. Onların sözlərinə görə yolundan dönmə. Ən güclü cavab uğurundur. Pul məsələsində şans sənin tərəfindədir. Gözlənilməz qazanc və ya maraqlı bir təklif ala bilərsən, amma tələsmə. Hər fürsəti diqqətlə qiymətləndir. Düzgün qərar yaxın günlərdə maddi vəziyyətini yaxşılaşdıra bilər. Ailə mühitində xoş anlar yaşanacaq. Evinə qonaq gələ bilər və ya uzun müddətdir görmədiyin biri ilə qarşılaşa bilərsən. Bu görüş sənə yaxşı əhval və yeni enerji verəcək. Sevgi həyatında gözəl dəyişikliklər görünür. Əgər subaysansa, sənə səmimi yanaşan biri ilə tanış ola bilərsən.
Münasibətdə olanlar isə sevdiyi insanın diqqət və sevgisini daha çox hiss edəcək. Kiçik anların dəyərini bil. İşdə bacarıqlarını göstərmək üçün yaxşı fürsət yaranacaq. Kimsə fikirlərinə şübhə ilə yanaşa bilər. Sözlə yox, nəticə ilə cavab ver. Bugün çəkdiyin zəhmətin bəhrəsini bir az sonra görəcəksən. Sağlamlığını da unutma. Daha çox su iç, kifayət qədər yat və özünü həddindən artıq yorma. Bu gecəlik yaxşı istirahət sənə böyük güc verəcək. Unutma, bugün ən böyük qələbə başqalarını yox, öz şübhələrini məğlub etməkdir. O zaman uğur özü səni tapacaq. Əqrəb burcu. Bugün səbrin sınağa çəkilə bilər. Kimsə səni düzgün başa düşməyə bilər və ya əsəbləşdirmək istəyir. Amma tələsik cavab vermə. Bəzən susmaq ən ağıllı cavab olur. Sakit qalsan günün sonunda qazanan sən olacaqsan. Pul məsələsində diqqətli ol. Çox sərfəli görünən təklif sonradan problem yarada bilər. Böyük qərarlar verməzdən əvvəl hər şeyi yaxşı yoxla. Bugün etdiyin qənaət yaxın günlərdə sənə böyük kömək olacaq. Ailənlə keçirdiyin vaxt sənə yeni düşüncələr qazandıracaq. Xüsusilə uşaqlardan və ya kiçiklərdən öyrənəcəyin maraqlı bir dərs ola bilər. Onların səmimiyyəti sənə həyatın gözəl tərəflərini xatırladacaq. Sevgi həyatında kiçik gecikmələr və ya plan dəyişiklikləri mümkündür. Buna görə umudsuz olma. Münasibətdə olanlar köhnə gözəl xatirələri yada salsın. Bir xoş xatirə bütün incikliyi aradan qaldıra bilər. İşdə maraqlı bir həqiqət ortaya çıxacaq. Rəqib hesab etdiyin biri əslində sənə dəstək olmaq istəyir. İnsanları tez mühakimə etmə. Sakit və ağıllı davranış sənə üstünlük qazandıracaq. Sağlamlığına fikir ver. Özünü çox yorma. İsti yeməkləri ye. Bol su iç və kifayət qədər dincəl. Bugün bədənin səndən biraz qayğı istəyir. Unutma, hər maneə səni dayandırmaq üçün deyil, bəziləri səni daha güclü etmək üçündür. Buna inansan, qarşıdakı qapılar bir-bir açılacaq. Oxatan burcu. Bugün verəcəyin qərarlar gələcəyinə təsir edə bilər. Qarşında çətin seçim olsa da tələsmə. Başqalarının fikrinə görə yox, öz inamına görə hərəkət et. Bəzən ən yavaş addım ən doğru addım olur. Pul məsələsində diqqətli davran. İş və ya bizneslə bağlı gözlənilməz xərc çıxa bilər. İlk anda bu səni narahat etsə də, gələcəkdə bunun faydasını görəcəksən. Risk etmək əvəzinə planlı hərəkət etmək daha ağıllıdır. Ailən bugün sənə böyük dəstək olacaq. Onlarla keçirdiyin vaxt səni rahatlaşdıracaq. Eşitdiyin sadə bir məsləhət günün ən dəyərli fikrinə çevrilə bilər. Sevgi həyatında xoş anlar yaşayacaqsan. Əgər subaysansa, sənə səmimi yanaşan biri ilə yaxınlaşmaq şansı yaranacaq. Münasibətdə olanlar isə birlikdə keçirdikləri adi bir axşamı uzun müddət unutmayacaqlar. Səmimi sözlər və diqqət bugün çox şey dəyişəcək. İşdə səbirli ol. Hər işi eyni anda bitirməyə çalışma. Addım-addım irəliləsən, nəticə gözlədiyindən daha uğurlu olacaq. Bugün çəkdiyin zəhmətin bəhrəsini yaxın zamanda görəcəksən. Sağlamlığına da diqqət yedir. Özünü həddindən artıq yorma. Düzgün qidalan, hərəkət et və kifayət qədər istirahət et. Bugün bədənini dinləmək ən doğru seçim olacaq. Unutma, böyük dəyişikliklər bəzən sakit verilən qərarlarla başlayır. Bugün də məhz belə günlərdən biridir. Oğlaq burcu. Bugün ən böyük gücün səbrin olacaq. Ətrafında tələsən insanlar çox olacaq. Amma sən hər addımı düşünərək etməlisən. Kimsə səni mübahisəyə çəkmək istəyəcək. Sakit davran. Çünki qazanan tərəf sən olacaqsan. Pul məsələsində xoş xəbər ala bilərsən. Gözlədiyin bir gəlir əlinə keçə və ya maraqlı bir fürsət yarana bilər. Amma qazandığını dərhal xərcləmə. Düzgün plan qurmaq yaxın günlərdə sənə rahatlıq gətirəcək. Ailə daxilində kiçik anlaşılmazlıq yarana bilər. Buna başqalarının dediyi sözlər səbəb ola bilər. Hər eşitdiyinə inanma. Əvvəl həqiqəti öyrən, sonra qərar ver. Səmimi söhbət bütün problemləri həll edə bilər. Sevgi həyatında gözəl anlar yaşanacaq. Əgər subaysansa, sənə qarşı hissləri olan biri nəhayət bunu etiraf edə bilər. Münasibətdə olanlar isə bir-birini daha yaxşı anlayacaq. Bəzən bir səmimi cümlə bütün incikliyi yox edir. İşdə təcrübən və sakit davranışın diqqət çəkəcək. Mübahisə etmək əvəzinə həll yolu tapmağa çalış. Bu xüsusiyyətin sənə hörmət qazandıracaq. Komanda ilə işləmək bugün daha uğurlu nəticə verəcək. Sağlamlığına da diqqət yetir.
Özünə həddindən artıq yorma, kifayət qədər yat, vaxtında yemək ye və özünə vaxt ayır. Sevdiyin məşğuliyyətlə məşğul olmaq əhvalını yüksəldəcək. Unutma, bəzi qapılar güclə yox, səbir və düzgün davranışla açılır. Bugün bunu öz gözlərinlə görəcəksən. Dolça burcu. Bugün qarşına yeni imkanlar çıxacaq. Başqaları tərəddüd etdiyi halda sən irəli getmək istəyəcəksən. Bu yaxşıdır, amma qərarlarını tələsmədən ver. Kiçik bir səhv sonradan böyük problem yarada bilər. Pul məsələsində diqqətli ol. Əhvalına görə etdiyin alış-veriş büdcənə təsir edə bilər. Bugün həqiqətən ehtiyacın olan şeylə sadəcə istədiyin şeyi bir-birindən ayır. Qənaət etdiyin pul yaxın günlərdə çox işinə yarayacaq. Ailə içində sevindirici hadisə yaşana bilər. Evdə xoş dəyişiklik və ya yaxınlardan gələn gözəl xəbər əhvalını yüksəldəcək. Valideynlərinin məsləhətinə diqqətlə dinlə. Onların bir sözü sənə doğru yolu göstərə bilər. Sevgi həyatında isti və səmimi anlar olacaq. Əgər subaysansa, gözlənilməz bir tanışlıq baş tuta bilər. Münasibətdə olanlar isə bir-birinə daha çox güvənməli və açıq danışmalıdır. Etibar sevgini daha da gücləndirəcək. İşdə bacarıqlarını göstərmək üçün gözəl fürsət yaranacaq. Fikirlərin diqqət çəkəcək. Amma sənədləri və mesajları göndərməzdən əvvəl bir daha yoxlamağı unutma. Sağlamlığın yaxşı olsa da özünə diqqət yetir. Açıq havada gəzmək, hərəkət etmək və zərərli vərdişlərdən uzaq durmaq sənə böyük fayda verəcək. Unutma, hər şeyi tək etmək məcburiyyətində deyilsən. Sənə dəstək olan insanlar yanındadır. Bəzən ən böyük güc kömək istəməyi bacarmaqdır. Balıq burcu. Bugün keçmişdə etdiyin bəzi səhvlər yadına düşə bilər. Amma özünü günahlandırma. Hər yaşadığın hadisə səni bugünkü güclü insana çevirib. Keçmişdə qalmaq yox, gələcəyə baxmaq vaxtıdır. Pul məsələsində şans sənin tərəfindədir. Uzun müddətdir gözlədiyin bir məsələ sənin xeyrinə həll oluna bilər. Əlinə gözlənilməz qazanc keçə bilər. Amma qazandığını dərhal xərcləmə. Biraz düşünərək hərəkət etsən daha çox fayda görəcəksən. Ailə daxilində görüləsi işlər arta bilər. Onları sonraya saxlama. Bugün etdiyin kiçik zəhmət sabah sənə rahatlıq gətirəcək. Yaxınların sənin dəstəyinə ehtiyac duya bilər. Sevgi həyatında gözəl anlar yaşayacaqsan. Əgər subaysansa, səni xoşbaxt edən biri ilə tanış ola bilərsən. Münasibətdə olanlar isə hisslərini gizlətməsin. Səmimi söhbət bütün anlaşılmazlıqları aradan qaldıracaq. Qısqanclıq və şübhəyə görə tələsik qərar vermə. İşdə zəhmətin qiymətləndiriləcək. Rəhbərlərin və ya həmkarların səni tərifləyə bilər. Bu, özünə olan inamını artıracaq. Yaradıcılığın da diqqət çəkəcək. Sağlamlığına fikir ver. Kifayət qədər yat, dincəl və bədənin verdiyi siqnallarını dinlə. Bugün daxili rahatlığın hər şeydən qiymatlıdır. Unutma, ən böyük möcüzə sənin içindədir. Özünə inandığın anda qarşındakı bütün yollar yavaş-yavaş açılmağa başlayacaq. Əzizlər, bugünkü burç yozumları bu qədər. Əgər deyilənlər sizə uyğun gəldisə, videonu bəyənin, şərhlərdə burcunuzu yazın və proqnozun nə dərəcədə doğru çıxdığını bizimlə bölüşün. Videonu dostlarınız və yaxınlarınızla paylaşmağı da unutmayın. Sabahki burç yozumlarını kaçırmamaq üçün kanala abunə olun və bildiriş zəngini aktiv edin. Hamınıza uğur, xoş xəbərlər və gözəl bir gün arzulayırıq.